Bu gün 12 aprel tarixində keçirilmiş Azərbaycan dili üzrə qrammatika suallarının izahlarına gəlin nəzər salaq. Birinci sualda deyilir ki, hansı sırada iki sözdə, yəni iki sözdə eyni hərf buraxılmışdır? Biz diqqətlə baxanda boykot sözündə o hərfidir, bariyerdir və müntəxəbat. Yəni hərəsi ayrı-ayrı hərf olduğuna görə çıxırıq. Asfalt, güvənd, qəlb və yaxud da qəlb fərq etmir, qəlb götürək. Yəni ayrı-ayrı hərflərdir. Sellofan, pianino, o hərfi, aranjiman və doğru cavabımız da C variantı. Nəyə görə? O hərfi, aranjimanda isə A hərfi olduğuna görə elə bizdən də istənilən cavab budur. Ambisiyada M-dır, tramvayda M-dır, ambulatorda da M-dır. D variantını çıxırıq. Buldozer, fotoetüd, D hərfi, bir də xınayaxtıda da D hərfi, 3 hərf eynidir və ona görə də E variantı uyğun gəlmirdi. Keçirik 28-ci suala. 28-ci sualda bizdən istədikləri odur ki, üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikri seçmək lazımdır. Bunun üçün baxırıq, birinci sözdə suya deyim, dərdimi, mən deyim. Təbii ki, birinci im şəkilçisi xəbərlidir. Birincinin xəbərli olduğu B variantında da var, D-də də var və ona görə biz artıq A-nı, C-ni, amma C-də üçüncünü xəbərli və biri xəbərli götürüb, E-ni çıxırıq. Dərdimi, suya deyim öz dərdimi, mənim dərdimi. İm mənsubiyyət. İkinci isə biz bildiyimiz qayda üzrə həmişə hal şəkilçisi mənsubiyyətdən sonra qoşulur. Yəni, bu isə olacaq təsliq halın şəkilçisi. Yəni, ikinci hal şəkilçisidir. Üçüncüdə isə əğyar gülü dərdimi təbii ki, sual ədatıdır. Sual ədatı var B variantında, sual ədatı var da E variantında. Sadəcə biz ikincini hal şəkilçisi götürdüyümüzə görə bizim üçün uyğun cavabımız olur B variantı. Yəni, doğru cavab olacaq B variantı. 29-cu sualda isə cümlə üzvlərinə görə təhlil istəyir bizdən. Cümləmiz modal sözdən başlayır. Bildiyimizə görə modal sözlər təhlil olunmur. Çalışqan şagird dərslərini vaxtında hazırlayır. Nə edər hazırlayar? Kim şagird? Hansı şagird çalışqan? Nə zaman vaxtında hazırlayar? Nəyi? Dərslərini və buna da uyğun bizim variantımız C variantıdır. Çünki təyin, mübtəda, tamamlıq, zərflik və xəbərdən ibarətdir. 30-cu sual çox asan sual tiplərindən biridir. Yalnız biri saydır. Çoxal sözü təbii ki, feildir. Çünki çoxalmaq deyə bilirik. Maq şəkilçisini qəbul edir. Çox sayından yaranmış bir feildir. Bircə zərfdir. Saya qoşulmuş zərf. Yəni, kökünün say olması bunu say olması demək deyil. 1-ə 5 zərfdir. 1-ə 5 zərfdir, mürəkkəb zərfdir. Sonsuz isə ümumiyyətlə sifətdir. 1-2 isə qeyri-müəyyən miqdar sayıdır. Məsələn, 1-2 kəlmə söz. Nə qədər? Qeyri-müəyyən. Və cavab olacaq D variantı. 31-ci sualda hansı sözdə 2 leksik, 2 qrammatik şəkilçi var? Gəlirik cavablarımıza. Vətən sözün kökü, pərvər bütöv şəkilçi, lik. Leksik şəkilçi dirdə qrammatikdir. Yəni, qaydaya görə dirdirə biz maqməyə qoşa biliriksə, leksik olurdu, qoşa bilmiriksə, qrammatik. Vətənpərvərlik, dirmək demək olmaz. Bu deyil. Qurulmuşdur. Qur feilindən qurulmaq feili, mışla dır da yenə qrammatikdir. Yaraqlanmaq, yaraq sözün kökü silah mənasında, lan bir leksik bütöv, bu da qrammatik, bu da gedər. Qurudakılardan, quru sözün kökü, dakı leksik, lar və dan qrammatik. Bu da gedər. Uçqundakılar sözünə baxaq. Uç sözün kökü, uç feilindən uçqun sifəti yaranıb. Dakı da bütöv leksik şəkilçi, lar qrammatik, dır da qrammatikdir. Və doğru cavabımız burada E variantıdır. Və 32-ci sualda isə ikinci dərəcəli, buna fikir verək, üzvün iştirak etdiyi adlıq cümlələr istəyir bizdən. İmtahan nəticələri nə? Həyəcan, sevinç, mübtədadan ibarətdir. Səngər, hara, əskərlər və komandirlər. Heç bir ikinci dərəcəli üzv yoxdur. Sinfin uşaqları hansı sinfin 10-cu? Son qələbəyə olan inam hissi. İnam hissi, hansı inam hissi? Son qələbəyə olan inam hissi. Təyinlər gəldi bura və bizə də ikinci dərəcəli üzv dediyinə görə biz C variantını götürə bilərik.
Şuşa şəhəri Həcər ananın ömrünün axır vaxtları. Bu da bütöv mübtədadır. Payızın son ayı, dəhliz sahili. Bunlar da mübtədadan ibarətdir və cavabımız olur C variantı. Hansı cümlədə məqsəd zərfliyi işlənib? Məqsəd zərfliyi. Dığı üçün A bəndə görünür ki, anar 5 aldığı üçün çox sevinirdi. Biz dığı üçünləri həmişə səbəb zərfliyi götürürdük. Yəni bunu çıxarıq. Uşaq tərifləndiyi üçün yenə də eyni məqamdır. Nə səbəbə? Bunda çıxırıq. İstidən, nə səbəbdən? Bunda çıxırıq. Düşmən qorxaraq geri çəkildi, nə tərzdə? Və yaxud da buna səbəb də vermək olar. Geri çəkilməyinin səbəbi qorxması olub. Yəni, iki cür götürmək olar. Dostunu təbrik etmək üçün hədiyyə aldı. Nə məqsədlə? Maqməc, yəni məstər üstə gəlmək üçün olanda biz həmişə bunu məqsəd zərfliyi götürürdük. Və cavab E variantı. Növbəti sualımız 34-cü sual və cədvəl üzrə düşüb. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Mən ağa ağ dedim qaraya qara, sən məni istədin çəkəsən dara. Yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Deməli, doğruları yanlışları seçirik. Məsələn, düzəltmə sözlərdən ikisinin kökü feildir. Burada düzəltmə söz kimi biz görürük, deməli, sağalmaq sözü, sözün kökü sağdan sağalmaq. Yəni ki, bunun kökü artıq sifət oldu. Vurduğun yara, yar sözün kökü, yardan yara. Mənim bu yaralı könlümə dəymə. Burada da yaralı. Yenə sözün kökü yardı, yara və yaralı. Bu zaman ikisinin kökü feildir. Bəli, düzdür. Yaralı və yara sözün kökü feildir. Bir doğrudur. Adlıq təsirli və yönlük halda olan isimlər biz burada, məsələn, mən ağa, mən deyirsə, kim sualına cavab verməsi onun isim olması demək deyil. Ağ özü də yönlük halına işlənmiş sifətdir. Biz buradan əsl isimləri seçsək, çəkəsən dara, bu dara çəkmək bütöv bir birləşmədir. Yenicə sağalır vurduğun yara. Bəli, yara ismi var burada, adlıq haldadır. Mənim bu yaralı könlüm, mənim könlüm. Yönlük haldır, bəli. Deməli, buradakı olan isimlər yönlük və adlıq haldadır. Amma tərsli hal yoxdur. Tərsli hal olmadığına görə biz ikini yanlış götürürük. Təsriflənməyən feil tərkib əmələ gətirib. Biz burada təsriflənməyən feil kimi görürük vurduğun sözü. Vurduğun sözü də əslində tərkib əmələ gətirmir. Çünki tək bir suala cavab verir. Hansı yara? Məsələn, vurduğun yara. Nə yara? Hansı yara vurduğun? Və bu bir söz olduğuna görə tərkib deyil, yəni söz birləşməsi deyil. 3-də səhvdir. Əvəzliklərin hamısı ismi əvəzidir. Baxaq, burada əvəzliklər nədir? Mən, kim sualına cavab verir, ismi əvəz eləyib. Sən, kim, məni, kimi, yenicə sağalır vurduğun yara, mənim, kimin, bu hansı? Hansı yaralı könlün bu? Buracan düz gəlirdi, amma bu sözü şikorladı, yəni bu ismi əvəz etmədi artıq, sifət əvəz etmiş oldu və 4 yanlışdır. Yanlışdır. Təəssüflənən feillər yalnız xəbər və əmr şəklində deyil və biz baxaq, buradan dəymə sözü görünür ki, əmr şəklindədir. Feil kökü və inkar şəkilçisi. Sağalır. İndiki zaman bizim bildiyimiz qaydaya görə harda zaman şəkilçili feil var, o xəbər şəklindədir. Sağalır. İstədin zaman şəkilçisi. Mən ağa ağ dedim zaman şəkilçisi. Çəkəsən. Gərək çəkəsən. Burada da arzu şəklinin şəkilçisi var. Amma yalnız xəbər və əmr dediyinə görə bu da artıq səhvdir. Əlamət bildirən sifətlər isimləşmişdir. Burada əlamət bildirən sifətlər ağdır, qaradır. Təbii ki, rəng bildirir və əlamətdir. Biz bunu görürük. Sifətlər işlənmişdir. Bəli, düz deyir və bu da doğrudur. Və biz doğrudan doğru, yanlışdan yanlış götürsək 1-i, 4-ü və 5-i götürsək cavab olacaq B variantı. Və 35-ci sualda isə deyir, hansı nümunədə xitab işlənmiş söz birləşməsi ilə ifadə olunub? A variantından baxaq. Niyə məlusan A dağlar qızı? Dağlar qızı ismi birləşmə. A nidası ilə işlənib və elə cavabımız A variantı. Niyə məsələn B olmur? Ay yoldaş. Bu təkcə bir sözdür. Çıxırıq. Şairdir, görünür düz ilqar var. Burada görünür ara sözdür, çıxırıq. Böyük oğlum, kiçik qızım
Dərs əlasıdır. Burada həmcins üzvlər var artıq. Bunları ona görə çıxırıq. Ümumiyyətlə xitab yoxdur. Əzizim, sirdaşım. Yox, əzizim, sirdaşım, köməyim sənsən. Yəni burada da xitabımız yoxdur. Cavabımız olacaq A bəndi. Biri indiki zaman inkarıdır. Təbii ki, A bəndi gəlir, gəlmir. İndiki zaman inkarda bu formada işlənir. Gəlməz gələcək zamanın inkarıdır. Gəlməmişdir keçmiş zamanın. Gəlmədi də, gəlməyib də. Bunların üçü də keçmiş zamanın inkarıdır. Yəni qrammatika suallarımızın izahı bu qədər və demək olar ki, 12 aprel buraxılış imtahanında yenə qrammatika sualları çox da çətin deyildi və öhdəsindən gələcək suallar idi.